Salam əziz izləyicilər. Bu videomu gənc bir izləyicinin demək olar ki, istəyi ilə hazırladım. Xoş izləmələr. Dünyada bir çox yeni və köhnə ferma modelləri var. Qurmaq istədiyin zaman istədiyin bir modeli seçib sən də qura bilərsən. Bunu bilmək üçün də bugünkü zamanəmizdə nə alim olmağa gərək var, nə də mütəxəssis. Google-də girib rahat tapa bilərsən. İstənilən modelin oyun sayına görə də xəritəsi də var. Yəni bura gəlib çatdığın zaman onu tapıb qurmaq sənin üçün çətin olmayacaq. Məsələ bu deyil. Məsələ odur ki, bu səndə bu dəqiqə yoxdur deyə bunu bəhanə etməməkdir. Bəli, mən də istəyirəm, gecə yatım, səhər durum bu oyunları belə bir sistemin içində görüm. Amma bilirəm ki, ora hər birimiz gəlib çıxa bilərik. Yetər ki, öncə ilk addım atıb, əlimizdə olanlarla başlayaq. Hələ də sənin kimi o gənc yaşda başlamaq, gerçək niyyətin varsa, sənin daha irəlidə zamanın çox. Məsləhətim öncə çox kiçik başlamaqdır. Təcrübə qazanmaq üçün bugün məndən tövləni necə tikməyi deyə soruşursansa, demək bu işdə heç təcrübən yoxdur. Mən də sənin bu yaşda çox israrcasına bu işə başlamaq istədiyini görüncə bu istirahət günümü sənin üçün bu videonu hazırlamağı özümə şərəf bilirəm. Gənclərimizə dəstək borcumuzdur. Bax, indi gör mən necə başladım. Sağdakı bu kiçik tövlənin yarısını qurmuşdum. 5-6 balalıq oyun idi. Sonra say artdı, biraz da genişləndirdim. Qışda isə artıq həm oyun say artmışdı, həm də qış üçün əl verməli deyə həmən bu böyük köhnə tövlənin eyvanını da bağlayıb ora köçürdük. Lakin bununla bitdi mi? Təbii ki, yox. Hər gün bir addım böyümək üçün yeni bir fikir, yeni bir addım yaranır. Yay üçün planım tövlənin arasını da açıb bu köhnə tövlədən müasir bir qapalı sistem yaratmaqdır. Onun üçün indidən hazırlıqlara başlamışam. Həyətyanı sahəni 3 hissəyə ayırdım. Bir hissə qoyunlar üçün, bir hissə quzular, yerdə qalan isə digər. Yemləmə və suvarma içəridə qəti şəkildə olmayacaq. Hər şəraitini həyətdə qurub, tövlə sadəcə qış aylarında yatmaq və dincəlmək üçün, bir də yağışlı havalar üçün. Beləliklə mən burada 100 qoyuna baxa biləcəm. Gələcəkdə fermamı tikib, ora daşınacam. Kiçik başlayanlar üçün böyümə tədricən zamanla gedir. Sən başla səbirlə, təmkinlə və əzmlə. Bərəkətini Allah verəcək. Sağ olun, növbəti videoda görüşənədək.